Salam, hər vaxtınız xeyir olsun, əziz şagirdlər. Bugün sizlər üçün mükəmməl bir sınaq izahı olacaq. Gezmədən, yorulmadan sınağa qədər izləyin. İnşallah çox xeyir olur sınaqların həmişə. Deməli, uşaqlar, bu 2020 sınaq kitabından da 16-cı sınaq. Videoya başlamışdan əvvəl, hörmətli şagirdlər, kanala abunə olun, videoları bəyənək, rəy bölümündə fikirlərinizi yazın, videoları paylaşın. Qeyd edim ki, sürət qrupları öz fəaliyyətini davam elətdirib. Birinci qruplarını ayrılmışam, saat 11, həftənin 6 günü buyurub qoşula bilərsiniz. Ya Allah getdi görək biz nə tip suallar gözləyir. Birinci sualda uşaqlar yazır ki, azot hansı maddə ilə adi şəraitdə reaksiyaya daxil olur? Uşaqlar, azot adi şəraitdə liqnimlə reaksiyaya daxil olur. Digərlərindən deməli adi şəraitdə reaksiyaya daxil olmur. Məsələn, kalsiumla qızdıranda, karbonla temperaturda, oksigenlə eynən temperatur şəraitində 2000 dərəcə temperatur lazımdır, hidrogenlə də temperatur təzyiq katalizatorunun. Yəni lityum azotla adi şəraitdə reaksiyada bir şifahi sualdır. Keçən növbəti ikinci suala. Uşaqlar, ikinci sualda bu tənləri tamamlayaq birinci. H2S plus O2 olar. Bunu tənliyin sağ solundan tapa bilərsiniz. Deməli, bu tənliyin solunda S var, sağında da S olmalıdır. Mütləq şəkildə. Mütləq şəkildə. Uşaqlar, bilirsiniz, burada əslində bu bizə nə demək istəyib? Bu H2S 2-də yanma tənliyi var. Tam yananda SO2 ilə su verir uşaqlar. Natamam yananda S ilə su verir. O belə bir şey. İndi biz bunu hardan biləcəyik? Bunu uşaqlar ancaq belə deyək də, bunu gərək bir-biriyə yazıb baxaq, ya da şimdi bunun başqa variantı yoxdur. Məncə burada bir S ilə su yazsaq, bu buna aiddir. Çünki əmsallara baxın, düz gəlir. Baxın, 4 hidrogen 2 oksigen. Bu da SO2 ilə sudur. Bu da eyni qaydan uşaqlar. 2-dən 2 var, buraya 2 yazırıq. Oksigen solda deməli 6 dənədir, 2-ni 2-yə vurdu. Gətir burada 2 yazırıq və salam qurtardı. İndi uşaqlar, artıq hər iki tənliyimiz hazırdır. Biri natam yanma, uşaqlar, bu natam yanmadı, bu tam yanma. Tam yanında SO2-dən sual, natam yanında S-lə sualdır. Molekullar arası oksidaşma reduksiya reaksiyası. Uşaqlar, bilirik ki, oksidaşma reduksiya reaksiyasında burada bu mənfi 2-dir, bu müsbət 1-dir, bu 0-dır, bu mənfi 2, bu müsbət 4-dür, bu mənfi 2, bu müsbət 1-dir, bu 0-dır, bu 0-dır, bu yenə də hidrogen müsbət 1, mənfi 2, uşaqlar, bu da müsbət 1, mənfi 2. Uşaqlar, molekullar arasında müxtəlif elementlər oksidaşma dərəcəsini dəyişməlidir və ayrı-ayrı molekullar içərisində olmalıdır və həqiqətən də S dəyişir, oksigen dəyişir eyni qayda ilə. Burada da S dəyişir, oksigen dəyişir, gördünüz? Və burada uşaqlar, həqiqətən bu hər ikisi molekullar arasında bu bura gedəcək. Reaksiya 2 mürəkkəb maddanın, sonra 2 mürəkkəb maddandan birindən alınır. 2. Oksidaşma məhsulu kükürdür. Oksidaşma məhsulu kükürd olan uşaqlar, bu kükürd olan burada görürsünüz, bu 3 bura gedəcək. Su alınmış olan hər ikisinə aiddir. Yəni 1 ilə 4, uşaqlar, deməli 1-ə 2 gedəcək, 2-yə 3 gedəcək. Bu belə bir şey. Deməli, bizə dəqiqə. Deməli, bunu yadda saxla. 1-ə 2, 2-yə 3, 1, 4. Bu belə gözlə bir dəqiqə. Bu cavablar yuxarıdan ona görə. Demək olar, burada cavabımız olacaq ikinci sualda A variantı. Bir dənə baxaq, dəqiqləşdirək. Deməli, birdən geri qaytaraq. Deməli, 1-ə 2, deməli, 2-yə 1, 4, deməli, 3-ə 1, 4, 2-ə 3. A variantı olub testimizin cavabı. Keçən növbəti suala, üçüncü suala. Şöyle yazır ki, deməli, bizə nə veribdir? Bir dənə bu sualı götürək, sanki biraz uzun suala oxşuyur. Həll eləmək üçün biraz yer lazımdır bunu həll eləmək üçün. Deməli, bunu götürək. Bəzi suallar var ki, onlara yer olmur deyə məcbur biz onu götürüb qıraqda izah edirik. Deməli, uşaqlar, bu sualda nə edəcəyik biz? Deməli, uşaqlar, bizə qablarda metallar verilib, M qram mis verilib, M qram kalsium verilib və M1 qramda nə verilib? Uşaqlar, bizə gümüş verilib. Və sən bilməlisən ki, burada mislə gümüş, uşaqlar, hidrogen sonra yerləşən metallar su ilə reaksiya daxil olmur. Yəni, biz bütün gücümüzü qoyacaq kalsium üzərinə. Kalsium üzərinə su gələndə biz bilirik ki, nə alınır buradan? Kalsium H2, bir də hidrogen. Və uşaqlar, əslində tənli yazma edə bilərlər. Kalsium ekvivalentli metal, istər sudan, istər turşudan, istər qələvdən bir element atomu hidrogen ayıra bilirsə, ayrılan hidrogenin mol miqdarı elementin valentinin yarısı qədər. Yəni, mən birbaşa kalsium bitiri hidrogen yaza bilərdim, valentin yarısı qədər. Sadəcə də dedim, bir də reaksiyanın bölümündə. Həm alınan qələvi zadlar da burada. Uşaqlar, bunu üstə yazıram 0.4 mol qram daha doğrusu aşağısına yazıram 2 qram 1 moldur. Və uşaqlar, özümə sual verirəm ki, 0.4 qram hidrogen alınan zaman mənə nə qədər deməli kalsium lazımdır? Buraya deməli M qram, bura M yazıram uşaqlar, aşağıda yazıram deməli kalsium 1 mol 40 qramdır və uşaqlar bunu hesablayaq. 2 5 dəfə azaldır uşaqlar, bunu da 5 dəfə azaldıram, eləyir 8 qram. Demək uşaqlar, mənim burada kalsium 8 qram olub, misim də avtomatik 8 qram olmuş olacaq. Və uşaqlar, metallar hamısı bir yerdə 40 olduğuna görə, baxın aşağıda deyil, hamısı bir yerdə 40 olduğuna görə, deməli 8-dən 8 16, bu da olacaq 24. Yazın uşaqlar, gümüşün payını soruşur, 40 ümumiyə 100%'dir deyirəm.
24-ə nə deyirəm? Bir A deyirəm. Buradan A-nı tapıram. Belə 60% şalan. Testimizin cavabı 3-cü sualda B variantı olmuş olacaq. Gözəl bir sual. Əsl imtahan modelinə uyğun bir gözəl sualdır. Gələk 4-cü suala uşaq. 4-cü sualda nə edəcəyik? Deməli 4-cü sualda x-in üzərinə h-3 qatı gəlib, ondan sonra alınanı parçalayıb təzədən x alıb. Uşaq, bu bilirsiniz nədir? Elə bil ki, hansı metal nitratlarıdır ki, parçalananda metal alınır? İlk öncə onu bilməlisən. Bu təbii ki, pasiv metal nitratlardır, mis yox. Metal aktiv metal nitratları, məsələn, kalium NO3, kalium NO2 plus O2 parçalanır. Orta aktivlər və lityumla mis nitratları metal oksidi NO2 və O2 parçalanır. Ən nəhayət sonuncular, gümək, gümüşdür, civətdir, platindir, qızıl, onlar metal NO2, O2 parçalanır. Bizim metalımız burada civət, yəni C variantı. Həqiqətən də deməli, deməli. Burada bir məsələ diqqət eləmədim uşaqlar. Bir məsələ diqqət eləmədim. X NO3-dür. Burada X bir valentdir. Bir valent olduğuna görə uşaqlar bu gümüş nitrat olacaq. Sözlə civə nitratla gümüş nitrat hər ikisi eyni cür parçalanır. Metal NO2 O2. Amma burada valentliyə fikir vermədim uşaqlar. Civə nitrat bu şəkildə, civə və NO3 2 dəfədir. Ona görə bu cavab D variantı olacaq 4-cü sualda. Burada diqqətlə qaçın. Gümüşün üzərinə H-NO3 qat gəlmiş, uşaqlar gümüş NO3, NO2 su. Burada gümüş NO3 parçalayanda gümüş NO2 O2 bu belə bir sualdır. Keçək 5-ci suala. Şöyle yazır ki 2 ədəd birli karbon atomu olan birli amin. Şöyle birli amin nə deyir öncə? Bu amini görürsünüz. Bunu hidrogenlərin karbohidrogen radikalına əvəzləyir və alınan maddəyə biz amin deyirik. Şöyle birli amin deyəndə bu hidrogenin bir dənəsini əvəzləyir. Yəni NH2 qalmalıdır mütləq şəkildə. NH2 qalmalıdır. Yəni bu cavablar uşaqlar olmayacaq. Çünki bunlar bu üçlü amindir. Uşaq elə bir hidrogenin üçündə. Balaq lor deyirəm sənə. NH2 qalsa birlidir. NH qalsa ikilidir. N tək qalsa üçlü amindir. Bu belə yadda saxlayın. Deməli, burada 2 ədəd birli karbon olmalıdır. Birli karbon nədir? Karbon bir karbona birləşirsə, bu məsələn, bu fikirdir. Bu karbonlar, məsələn, bu birli karbondur, bu isə ikili karbondur. 2 ədəd birli karbon uşaqlar. Bax, burada 5-ci sual bu A variantıdır. Bu həqiqətən bu karbonla bu karbon birlidir və uşaqlar burada birli amindir. Çünki hidrogenin bir əvəzinə. Bu bir variantlar niyə olmuş? Çünki burada bu karbon birlidir, bu birlidir, bu birlidir. Çünki bu karbon bir karbona birləşir. E variantında da niyə olmuş? Çünki burada çoxdur. Bu da birlidir, bu da birlidir, bu da birlidir. İnşallah bu M səni çaşdırmasın. Bu karbon deyil. Karbon karbona birləşirsə bu birli ikili söhbətlərinə fikir verir. Mütləq şəkildə bu olaya diqqət etmək lazımdır. Keçək növbəti 6-cı suala. Hansı reaksiya X maddəsi dəmirdir? İnşallah aydın məsələdir ki, burada diqqət olunması bir məsələ nədən ibarətdir? Biz bilirik ki, dəmir orta aktiv metaldır və qat nitrat tursan qızdırda reaksiya daxil olur və bu zaman helium 3 nitrat, dəmir 3 nitrat və NO və su alınır. İnşallah bu ifadə ilə cavab A variantıdır. Və dəmir burada reaksiya etmir. Amfoter metalları qələbi ərintisinə hidrogen çıxarabilir. Yəni bu sink falan ola bilər, berilyum ola bilər. Yəni bu formula görə. C variantı niyə olmuş? Ferium klor 3 alınır deyə olmur. D variantı ferium S alınır deyə olmur. E variantları ferium klor 2 plus H2 alınır deyə olmur inşallah. Ona görə cavabımız olacaq A variantı. Keçən növbəti 7-ci suala inşallah propan turşusu ilə etandiol 1-2. İnşallah propan turşusu bildiyimiz kimi budur. Deməli COH. İnşallah bu bizim propan turşusudur. Bax belə bir şeydir. Və deməli burada da etandiol 1-2-də inşallah spirtdir. Etandiol 1-2 2 atomlu spirtdir. Buna etilen glikol da deyirik biz. Və uşaqlar, burada biz nəyə fikir verməliyik? Burada biz nəyə fikir verməliyik? Deməli. Uşaqlar, deyir ki, ümumi olan soruşur və təbii ki, burada propan turşusunu bir dənə açıq formada yazaq. Baxaq, uşaqlar, bu bizim propan turşusudur və propan turşusunda uşaqlar, bütün karbon atomları sp3 deyil. Bu karbon sp3'dür, bu karbon da sp3'dür, bu karbon nədir? sp2. Bu belə bir şey. Amma bizdə etandiol 1-2-də uşaqlar, etandiol 1-2-də bildiyimiz kimi bunu da açıq formada yazaq. Oksigen, hidrogen. Bunu da səliqəli yazaq. Bu da yeni qayda ilə hidrogen, bu da oksigen, hidrogen. İnşallah burada baxırıq ki, bu karbon da sp3 vəziyyətində bu karbon. Sən rahat yolunu deyil. Karbon ətrafında sigmalar sayılır. 4 dənə sigma olsa sp3'dür. 3 dənə sigma olsa sp2'dir, 2 dənə sigma olsa sp1'dir. Ən rahat yadda saxlama şəkildə qarışdırırsan sən. İnşallah bu eyni deyil. Bu sp3 hibrid orbitalların sayıdır, üzr istəyirəm. Elə bir bütün karbon atomları sp3'dür. İnşallah 2 və bu da sp3'dür, bu da sp3'dür. 2 dənə karbon sp3 burada, 2 dənə də burada. Burada 8 dənə sp3 hibrid orbital var burada. Bizdə sp3'də 4 dənə ləsək var, belə. Yəni inşallah bu hər ikisinin nədir? Aid olmuş olacaq. Buna diqqət edək. Sonra inşallah molekula sigma rabitədən sayılır. Bunu saymaq lazımdır. İnşallah bu 1, 2, 3, 4, 5, sonra 6, 7, 8, 9, 10 dənə sigma buradadır.
1, 2, 3, 4, 5, 6, 7, 8, 9. İnşallah bu gördüğünüz kimi bu hər ikisinə aid olmadı. Ona görə bu getdi. Birində düz gəlmədi. İnşallah 1 mol natriumdan reaksiyasından alınan hidrogen işlədir. İnşallah bilməlisiniz ki, burada siz çox diqqətli olun. İnşallah burada hidrogenin biri əvəzlənir. Yəni bunu sən bu şəkildə yazsan var. CH3, CH2, COH deyil. Bunun üzərinə natrium gələndə uşaqlar burada alınır. Bu hidrogen əvəzlənir axı. Belə bir şey alınır. CH3, CH2, CO10 natrium plus hidrogen. Burada bunun bir molundan 0,5 çıxır. Çünki buradan bir dənə hidrogen əvəzlənir. 0,5-i 2-yə vursun. Burada 1 qram alınır. Amma uşaqlar iki atomlularda, bax fikir ver, iki atomlularda bu hidrogenlə bu hidrogen əvəzlənir. Ona görə burada 1 mol H2 çıxır. O da 2 qram idi. Ona görə bu da nədir? Eyni deyil. Və ən nəhayət sonuncu molekul hidrogenlərin sayı demiş olar 5, 3, 2, 5, bu da 6. Burada eyni qaydanı gördüyünüz kimi 4, 6. Deməli, bu da eynidir. Cavabımız olacaq B variantı. Keçən növbəti 8-ci suala görə 8-ci sualda nə? Uşaq bir planet moleküllər bir-birinə bərabər. X2 olur. Uşaqlar maddələr verib, emerləri bərabərdir. 2x-i bilmirəm, bilsəydim 2-yə vurardım. Plus 16 bərabərdir. Y-i bilmirəm, bilsəydim üzərinə gələrdim. 2 vur 19, 38. Uşaqlar burada nə edirəm? Y-də bərabər x plus 1 olduğuna görə, Y-də bərabər x plus 1 olduğuna görə, buradan da biz x-i tapsaq, Y minus 1. Gətirib qoyaq yerinə. 2 vurulsun. Bizə x lazımdır uşaqlar. Bizə x lazım olduğuna görə, hə, elə düzdür, bu əvəzləmədən istifadə etsək, bizə x lazımdır. Yazaq, 2 vurulsun x üstə yer 16 bərabər. Y-in yerinə yazdım x plus 1 üstə yer 38 gələcəkdir da. 2x-dən x-i çıxıram, qalır x. 38 də 1 edir 39. 39-dan 16 çıxanda qalır 23. 8-ci sualda olacaq E variantı. Keçən növbəti 9-cu suala. 9-cu sualda uşaq nə yazırdı? Reaksiya daxil oldumu. Uşaq silisium və kükürdün hər ikisini daxil olur. Biz bilməliyik ki, berilyum, fosfor, silisium, alüminium. Deməli, burada Bepsi al hidrogenlə reaksiya daxil olmur birbaşa. Bir də uşaqlar, siz nəyi bilməlisiniz? Deməli, fluor, flor, brom, yod. Oksigen, azot, karbon, oksigen, azot, karbon, oksigen, azot, karbon, oksigen, azot, kül, 10, zons. Reaksiya baş verir. İnşallah, bunlar bir-birinə reaksiya etmir. Orta məktəb kiməsinə görə biz belə öyrəndik. Və inşallah, burada baxırıq ki, həm karbon, həm silisium reaksiya girən vardır. İnşallah, bu karbondur. Həqiqətən də silisium karbonla silisium karbid verir. Kükürt də karbondan birisi də CS2 verir. Karbon disülfit verir. İnşallah, bəli, bu reaksiya. Amma hidrogenlə gördüyünüz kimi Bepsal hidrogenlə getmir. Azotla inşallah karbon getmir. Ondan sonra daha doğrusu azotla burada getmir reaksiya. Bax, fikir verin. Deməli, burada hidrogen, azotla kim reaksiya daxil olmuş? Azotla, deməli, silisium daxil olur, kükürt daxil olmuş. Kükürt azotla getmir. Bunu da deyim sizə, burada yoxdur söz yok. Kükürt azotla reaksiyası yoxdur. İnşallah, bunu da bilməliyi tövsiyə edirəm. Burada da silisium su ilə reaksiyaya daxil olur. O biraz temperatur da baş verir, amma sonuç olaraq hər ikisinin daxil olur. Üzrə, bunlar heç biri daxil olmur. Silisiumda da kükürt reaksiya daxil olmur. Mən biraz bəzi üzvü kimi ədəbiyyatlarını arada bir qarışdıram. Bizim orta məktəb dinin vəsaiti nə yazırsa biz ona fikir verməliyik. Ən nəhayət sonuncu uşaqlar. HNO3-ün qatısına S gedir, amma silisium getmir. Ona görə cavabımız olacaq A variantı. Demək, doğru variantları araşdırmaya bilərdim. Sadəcə ola biləm ki, siz o variantlarda bilin. Uşaq, pikrin turşusu molekulusun hansı ifadə doğrudur? Uşaq, pikrin turşusu nədir? Ümumiyyətlə, biz belə deyək də, pikrin turşusu budur. Fenol var ya, fenol. Bax, fenolda uşaqlar, bu bizim bilirik ki, karbonlar var burada. Burada OH-dır uşaqlar, bu CH, deməli, bu da CH, CH uşaqlar, bu birinci karbon, ikinci, üçüncü, dördüncü, beşinci, altıncı. Bunun üzrə nitrat turşu gəlir. Nitrat turşu 3 mol HONO2 gəlir. 3 dənə OH, 3 dənə H istəyir, su olsun. Çünki suyun formulu H2O. Yəni, bir dənə H-dan bir dənə OH, bir dənə sudur. Birini buradan götürürsən, birini buradan, birini də buradan. 2, 4, 6. Yəni, buradan H-ları silirsən. Əmələ gəlir 3 mol su. Yəni, H-ları buradan sil, H-ları buradan sil, H-ları buradan sil, Bunları sildin H-ları. Onların yerinə qoysan NO2-lər. Şöyle bak, NO2, NO2, NO2. 2, 4, 6 trinitrofenol. Şöyle bu pikrin turşusu digər adı. Şöyle deyir ki, bunun üçün nə doğrudur? Şöyle burada 6 karbon, 6'sı da benzol nüvəsində 6 karbon, 6'sı da sp2 vəziyyətində. Şöyle bir dənə sp2-dən neçə ləçək var sp2-də? 3 dənədir. 6-nı 3 alır, 18. Ona görə şöyle bu nədir? Doğru deyil. Benzol HNO3 reaksiyasından bəli, şöyle doğru cavabımız B variantıdır. Nə?
Benzolun yox, fenolun, üzr istəyirəm. Yəni benzol yox, fenolon. Bu da səhvdir. 4 hidrogen atomu var uşaqlar. Burada baxırıq ki, neçə hidrogen atom var? 1, 2, 3 dənədir uşaqlar. Bu nədir? Yanlışdır. 7 oksigen var. Baxaq, 2, 4, 6, bu da 1, 7. Belə cavabımız olacaq. D variantı. Azotun oksidaşma dərəcəsi müsbət 5-dir. Yox, azotun oksidaşma müsbət 3-dür orada. NO2. Burada azot müsbət 3-dür uşaqlar. Və belə, buna diqqət etmək lazımdır. Keçək növbəti suala. Sonra keçək növbəti sual 11-ci suala. Onun sualı D oldu. Hə, 11-ci sualda yazır ki, butin 1-i butin 2-dən fərqləndirən nədir? Uşaqlar, butin 1 alkindən birisi 3 qat rabitə birinci karbondadır. Bu bizim butin 1-dir. Və butin 2 isə 2 qat rabitə uşaqlar buradadır. İkinci karbondadır. Və nömrələmirəm də. Uşaqlar, bu butin 1-dir. Bu da butin 2. Uşaqlar, deməli. Burada nəyə fikir verəsiniz? Siz uşaqlar, deyil, bunları necə fərqləndirə bilərsən? Bunu qayda kimi öz dəftərinə qeyd edə bilərsən. Üç qat rabitəsi kənarda olan alkinlər və yaxud da üç qat rabitəsində hidrogen olan alkinlər metallı bir şeyin, uşaqlar bu loru deyirəm, yadda saxlayın da, metallı bir şeyin amoniakda məhlulu reaksiyada olur. Yəni bu metallı bir şeyin natriumun amoniakda məhlulu, gümüş bir oksigen, gümüş ikiyonun amoniakda məhlulu, tolerans reaktivi, sonra misfolun amoniakda məhlulu. Yəni yadda saxlayın deyə imtahan sırasında, o imtahan sırasında yadda saxlamışsın. O belə. Yəni buna diqqət eləməlisən. Yəni bronzun sürənsizləşdirməsində fərqləndirənməsin. Çünki hər ikisi bronzun sürənsizləşdirir. Doymuş birləşmədən. Bu fərqləndirməyəcək. Sigma rabitə molekullarının eyni qədərdir. İnamsız saya bilərsən. Bu da səhvdir. Təbii ki, buna fərqləndirənməyəsən. Amma natriumun amoniakda məhlulu ilə uşaqlar, natriumun amoniakda məhlulundan bu gedir. Amma bu getmir. Çünki burada hidrogen yoxdur. Uşaqlar, bu hidrogen var. Üzərinə gəlirsən, bunun üzərinə natriumun MH üstə məhlulu. Bu qəbul imtahanına gələ bilər ha. Bu hidrogen əvəzlənir. C natrium qalan hər şey qalır yerində. Yəni heç nə dəymişsən və sıralar. Plus hidrogen çıxır burada. Yəni bu daxil olmur. Üç qat rabitəyə birləşmiş hidrogen atomlar mütəhərrik olur. Onlar əvəz olunması rahat olur. Yəni cavabımız C variantıdır. Bu diqqətli yadda saxla ha. Molekulda birli karbon, uşaqlar, bunlar zaten eyni qədərdir. Bu da fərqləndirmir. Molekulda rabitə əməliyyatında qeyri-bir orbital varsa, uşaqlar, bu da fərqləndirmir. Çünki hidrogenlərin sayıdır, pi rabitəsi. Burada yəni eyni maddədir. Sadəcə belə deyək də, burada biri butin 1, biri butin 2 dərəcə izomerləridir bunlar. Bir də sadəcə burada diqqət olması məqam odur ki, bunları fərqləndirən şey odur. Keçək uşaqlar 12-ci suala. İkili butil spirti ilə qarışqa turşusunu, ikili butil spirti ilə qarışqa ikili butil spirti ilə qarışqa turşusunun reaksiyasına alınan efiri müəyyən edir. Uşaqlar, ikili butil spirti, qarışqa turşusu uşaqlar bildiyimiz kimi HCOH-dır. İkili butil spirtdə uşaqlar, bu ikili butil radikalını bilirsə, butandan ikili karbondan hidrogen çıxarandan sonra gətirib OH-ı bilərsən, buna ikili butil deyirlər uşaqlar. Burada F-ləşmə reaksiyası turşudan OH, spirtdən H-dır. Qalan birləşdirə bir-birinə. HCO, CH, CH3, CH2, CH3. Belə cavab var uşaqlar 12-ci sualda. Görün arıza var mı elə bir cavab? Bax, E variantı. Keçən növbəti 13-cü suala. 13-cü suala görək nə edəcək. Uşaqlar 13-cü sualda bizə nə veriblər? 13-cü sual çox qəşəng. Uşaqlar əsl qəbul formatında bir sualdır. Bu 13-cü sual çox təhlükəli sualdır. Həm şəkilli sualdır. Ətraflıya da gələ bilər. Alüminium karbidin su ilə reaksiyasını yazıram. Üzərinə su gəlirəm uşaqlar. Deməli, burada nə alınırdı? Alüminium OH3 alınırdı. Bir də CH4 alınırdı. Metan qazı alınırdı uşaqlar. Buradan alınan qazı suyu sıxışdırıb çıxarmanı toplayıblar bura. Əmsallaşdıra bura 3 qoyuram. Bura 4 qoyuram. Burada 12 qoyuram. Əmsallaşdırma özün fikir verir. Bu çətin bir şey deyil. Uşaqlar, deməli, burada alüminium karbidin indi emerini saxlayaq. Bilirəm, burada bəzi məsələlər var. Onlara diqqət eləyək. Alüminium kalkulyatorunu götürüb 4-ü vururam 27-yə, üstə gələnsə 3-ü vururam 12-yə, elədi 144. Uşaqlar, bunun emeri 144-dür. CH4 də 16-dır, vurdun 3-ə 48. Uşaqlar, burada M-dir, bu M-ci 42. Görsən, nə qədər fərq edir? 42 qram burada nə var? Fərq var. Uşaqlar, 144-dən 48-i çıxıram. Nə qədər edir? 96 fərq edir. Uşaqlar, 96 mı fərq edir? 96. Burada rəqəm səhv mi oldu? Alınan, uşaqlar, üzr istəyirəm, su ilə, M qram su ilə, üzr istəyirəm, su ilə qurmaq lazımdır. 12-ni vuraq 18-ə. Mən alüminium karbid gördüm. 12-ni vuraq 18-ə eləyib 216. İnşallah 216 bunun fərqinə baxmaq lazımdır. 216-dan 48 çıxıram 162 edir. İnşallah 162 qram fərq olanda, 162 qram fərq olanda nə qədər su reaksiyaya daxil olur? 216 qram su daxil olur. Özümə sual verirəm. Bəs 42 qram fərq olanda nə qədər su daxil olur? M deyirəm. İnşallah 4 dəfə azaldıram da. 216-nı nəyə bölürəm? 4-ə bölürəm. 216 bölünsün 4, yəni 54. M bərabərdir 54 olur. 13-cü sualda cavabımız olacaq C variantı. Diqqət, qəşəng sual. Şu an elə bilin birinci alüminium karbid deyir, amma sən demə onu demirmiş də. Biraz diqqətli olmaq lazımdır. Gələk 14-cü suala. Deməli, kalium ortofosfat. Bilirsiniz ki, ortofosfat turşusu H3PO4-dür. Onun 3 dənə turşu qalığı var.
H2PO4, HPO4, bir də PO4 uşaqlar. Turşu qalanı valenti itirilmiş hidrogenlərin sayına bax. Bu dihidroortofosfatdır. Hidrogen sayına bax. Bu dihidro, bu hidrodur, bu da sadəcə ortofosfatdır. Gətirib kalsiyumla, kalsiyum deyilmiş, yaş olub baxdım. Kalsiyumla PO4-ü yanbayan qoyursan, bu 2-dir, bu da 3-dür. İtirilmiş hidrogen sayına bərabərdir valenti. Bu uşaqlar bizim kalsiyum ortofosfatdır. Karbonat turşuda birisi H2CO3, onun turşu qalığı HCO3-dür, bir də CO3-dür. Gətirib kaliumdan CO3-ü yanbayan qoyuram. Bu 2-dir, bu da 1-dir. Kalium 2 CO3. Uşaqlar, bir molunda olan polyar kovalent rabitələrin sayını bilir. Bunu bir neçə cür hesablayabilirsiniz bilərsiniz. Bir neçə cür. Məsələn, birisi də metal, qeyri-metal, qeyri-metal. Burada eyni qədər. Burada həm ion rabitəsi var, həm kovalent rabitə var. Bu tip suallarda həmişə birinci ümumi rabitə sayını tapmalısın. Ümumi rabitə sayını tapanda oksigenin sayını 2-yə vurursan. 4, 2, 8 vurdun 2-yə 16. Bu ümumi rabitədir uşaqlar. İyon rabitəsi sayını tapmaq üçün burada əvvəl ümumini tapırsan, sonra iyonu tapırsan, ümumidən çıxırsan. İyon rabitəsi sayını tapmaqsa metalın indeksin valentinə vurursan. Bax, iyonu tapmaq üçün nə yapırsan? 2-yə vurursan, eləyir 6. 2-yə vurun 6 elədi. Sonra deməli, burada 16 ümumidir. 6-sı iyonsa, kovalent nə qədər olacaq? 10 dənə. Keçidi bu birisinə. Yenə eyni qaydan. Ümumini tap əvvəlcə, ümumi rabitə sayını tap. 3-ü 2-yə vur 6. İyonu tapmaq üçün 2-ni 1-ə vur 2. 6-dan 2 çıx 4. Vəssalam, adam sənə nə edir? X-dən Y keçib, ondan 4 çıxanda qalır 6. Əsl qəbul formatına sual uşaqlar. Mən qəbul tipində olan sualları sizə deyəcəm, diqqətlə qulaq asın. Bu da qəbul tipindədir. Bu düşə bilər qəbula belə sual. Glikozan qızqırmasından alınan maddə molekulunda asimetrik karbon. Uşaqlar, glikozan qızqırmasında glikozan 3 dənə qızqırma tənliyi var uşaqlar. Bunları mən sizə deyim. C6H12O6 3 dənə qızqırma tənliyi var uşaqlar. Bunlar hansılardır? Birinci uşaqlar spirtə qızqırmadır. Bu ən məşhur olandır. Burada alınır COH, uşaqlar etil spirt alınır. Yəni spirtə qızqırma. Uşaqlar plus karbon. Burada asimetrik karbon. Asimetrik karbon nədir uşaqlar? 4 bir tərəfi müxtəlif atomlar qrupu olmalı. Üstünə ulduz qoyulur. Bu spirtə qızqırma. Uşaqlar yağ turşusuna qızqırmada da yağ turşusu alınır. Uşaqlar bu belə bir şey alınır və burada da gördüyünüz kimi hidrogenlər var bu xəttlərin kənarlarında ehtiyac yoxdur. Karbon qazı və hidrogen var. Uşaqlar burada da yoxdur. Uşaqlar yadda saxlayın. Glikozan qızqırmasından sonra süd turşusuna qızqırmadır. Süd turşusuna qızqırmada uşaqlar çox diqqətli olaq. Bax, bəli, bu karbon var, bu karbon asimetrikdir. Bunun bir tərəfində COH var, bir tərəfində OH var, bir tərəfində CH var, bir tərəfində H var. Yəni cavabımız yalnız 2 olacaq B variantı. 15-ci sualdır. Belə sual qəbula gəlməz. Biraz bu qəbul tipində sual deyil, yəni birinci qrup səviyyəsində deyil. Sonra kaplon lifi deməli epsilon amin kaplon turşusundan alınır uşaqlar. Yəni belə deyək də epsilon birisi də alfa, beta, gamma, sigma, epsilon, omega. Uşaqlar deməli COH-dan sonra başlasan karbonlar vurursan bu şəkildə. Deməli bu şəkildə alfa, beta, gamma, sonra sigma, epsilon. Bax belə. Və burada elə ki, amin qrupu hansından ayrılırsa ona uyğun bilirsən. Görürsən, amin qrupu NH2 epsilon karbondan alınır. Və uşaqlar, bu maddənin adı epsilon amin kaplon turşusudur uşaqlar və bunu qısaca belə yazırıq. NH2 CH2-dən deməli 5 dəfə COH uşaqlar. Bu deməli epsilon amin kaplon turşusudur və uşaqlar bunu deməli polikondensiləşməsindən uşaqlar bunun ən rahat yolunu sizə deyirəm. Buradan OH çıx, buradan da H çıx. Qalanı yazın uşaqlar. Bax NH CH2 5 dəfə, CO və belə. Bu şəkildə yadına çıxmaq isbatdır. Bu kapron lifidir uşaqlar. Və kapron lifin elementi halqasında gördüyünüz kimi 5 dənə karbon var. Hidrogen hissələrin uşaqlar 10-11 dənədir. Yəni testimizin cavabı belə cavabda yoxdur. Yox, 6 karbon varmış. 6 karbon 11 hidrogen. Belə cavab var. C variantı uşaqlar. Fikir verin, bunu saymadım. Elə bir ki, bu qonşunun. Yəni bu belə uşaqlar. 16-cı sualda olacaq C variantı. Keçək növbəti 17-ci suala. 17-ci sualda uşaqlar nə edəcəyik? Birinci, deməli, reaksiya 10 saniyə sonra uşaqlar fikir verirsə azota görə dəyişmə verir. Bax, çox diqqətli olun. Bu çox fikirdən qaçan sualdır. Uşaqlar, biz sürətli hesablamaq üçün qatlıq dəyişməsini, bu dəyişmənin sərf olduğu zamana bölürük. Reaksiya girən maddələr zaman keçdi azaldığına görə birincidən ikinci sıfır, C1-dən C2-ni sıxırıb bölürük zamana. Biz ilk öncə azota görə sürət hesablayaq. Deməli, 0.6-dan çıxıram 0.2-ni bölürəm nəyə? 10-a. 0.10-dadır, bu deyilir 0.4 uşaqlar. Amma mən azota görə sürət tapmışam uşaqlar. Azota görə sürət tapmışam. Burada qabın həcmi lazımdırmı yəni? Ehtiyac varmı burada qabın həcminə? Çünki onsuz da zaten qatlıq dəyişməsini verir burada. Bu qabın həcmi mən nə edirəm ki? Məncə qabın həcmi burada artır. Yəni nə edirəm? Əgər mənə mol versəydin, əgər molun versəydi, hə, o zaman mənə qabın həcmi lazım olur. Mənə birbaşa qatlıq vermişsənsə, mən qabın həcmi burada artıq məlumat. Dedim ki, əgər bu molla verilsəydi,
S bərabərdir nü bölü V düsturuna bizə lazım olardı. Amma burada lazım deyil. Sonra 0,4-də vururam 3 eləcək 0,100-də deməli 0,4-ü vururam. Elə bir ki, bundan 0,6-dan 0,4 böldüm ona 0,4 edir uşaqlar, 0,4 edir. Onu da 3-ə vuranda 0,12 eləyəcək. Cavab olacaq E variantı. Uşaqlar, böyük ehtimal ki, test tərtibçisi, böyük ehtimal ki, burada qabın həzm verinə görə uşaqlar, burada mol böl litr yox, burada nü olmalıdır və molun zamanlaması olmalıdır. Uşaqlar, o zaman bizim ifadəmiz belə olacaq. Delta nü bölünsün, delta V vurulsun, delta ta olacaq. Uşaqlar, burada 0,6-dan 0,2-ni çıxacaq. Böləcək qabın həzmi 2-dir, vurulsun o. Bu da bərabərdir. 0,4 bölünsün. 20 uşaqlar 0,2 bölünsün 10, 0,2. Əgər belə olsa cavab bu olacaq. Əgər bayaq kimi getsə, bu artıqdır, cavab bu olacaq. İndi bilmirəm, onun keyfindən hansı gəlib, indi onu siz qərar verirsiniz. Cavabına da bir dənə baxarsa görün hansı cür yanaşıblar. Və ehtimal ikinci dediyim versiyana yanaşıblar. Deyək ki, halogen, inşallah halogen, sublimasiya, şu halogen bizdə flordur, bromdur, bir də yoxdur. Sublimasiya, inşallah bu yoxdur, yod kristalları bəlkə də qızdıranlar bənövşəyə buxarlı şəkildə ayrılır. Bu bizim x'imiz kimdir? Yoxdur. Sarımtıl yaşıl rəngli qaz, uşaqlar, sarımtıl yaşıl rəngli qaz olan, deməli, bu xlorumuzdur, uşaqlar. Hansı reaksiya getmir? Yenə də o məşhur qaydanı yazaq. Tamam, bax, flor, xlor, brom yox. Bütün ölçəyin üzrə 10, 10, 10, 10 reaksiya getmir. Deməli, yox, burada təbii ki, bizim Y-imiz uşaqlar, burada S plus xlor 2 reaksiyası gedəcək uşaqlar. Çünki alınacaq S2 xlor 2. Bu alınacaq. Yəni, bu səhvdir, bu gedir. S2 xlor 2 uşaqlar. Baxarsın kitaba. B variantı, natrium X. X kimdir uşaqlar? Natrium yoddur. Üzərinə gəlinsin xlor. Uşaqlar, xlor yodu çıxara bilir də. İstər flor, xlor, brom yodu çıxarır, xlor, brom yodu. Brom yodu, yod S1-ni çıxara bilir. Bu şəkildə. Yəni, bu da gedəcək. C variantı uşaq X kimidir? Yoxdur. Uşaq yox su ilə getməyəcək. Cavab C variantıdır. Uşaq bu da istənilən metodur natrium xlordur. Natrium yoxdur daha doğrusu. Bu da natrium ionizanla bir də gümüş yodu. Zaten təyini reaksiyası da bu. Gümüş yod çökür sarımtıl. Sarı rəngli daha doğrusu natrium ionizanı. Yəni bu da gedir. Sonuncu uşaq iqlikdə su iləndir. Uşaq xlor suyun adi şəraitdə H xlorla H xlor o verir xlorlu su. Əgər temperatur olsa ayağına çatmışsın. Yəni cavabımız oldu C variantı. 19-cu sual uşaq hansı reaksiyada benzol hərəkəsində 6 elektron pi sistemi dağılmır? Yadda saxlayın, əvəz etmə reaksiyaları. Əvəz etmə reaksiyaları uşaq benzolun 2 dənə məşhur reaksiyası var əvəz etmələri. Üzərinə xlor gəlsin. Əgər dəmir götürəndə katalizatoru 1 əvəzlənir. Olur C6, H5 xlor, üstəyə H xlor. Uşaq bu benzol nüvəsi dağılmır da, qalır yerində. Sadəcə benzolun kənarında var ya, bax hidrogen məsələn 1-in yazılır, 1 əvəzlənir. Yəni qalanlar hamısı qalır yerində. Bax belə. Alüminium olanda 6-sı əvəzlənir. Yenə də benzol nüvəsi qalır. Yəni uşaqlar bax, burada qalır, burada qalır. Bir məna yadda salı əvəz etmə cavab C variantı. Bu birlər birləşmədir deyə bax. Fikir ver. Bunun üzərinə hidrogen gəlirsən, 3 mol altdan hidrogen də benzol nüvəsi dağılır. 6 hidrogen yoxdur, paylaşana birini bura, birini bura, birini bura, birini bura, birini bura, biri də bura. Alınır sikloheksan. Adı nədir? Üzərinə xlor gəlir işığın təsirindən. Burada alınır C6, H6, xlor 6. Bu da heksaxlor sikloheksandır. Yəni burada da elə bir ki, xlorları qoyursan bura. Nüvə dağılır. Hər siyahının yanında bir dənə xlor qoyursan. Kitaba bax, qayda kitabına, orada görərsən. Bax belə. Keçək növbəti 20-ci suala. 20-ci sualda uşaqlar nədən söhbət gedir görək. Deməli, bizə alüminiumdan nə veriblər? Alüminiumdan görək bizə nə veriblər? Ondan bir nəfər yığır bizi dalbalara, biz onu hər şey adı belədir, getdi. İnşallah dərsdən sonra cavablandırarıq. Deməli, uşaqlar, ferium 3 O4-ün üzərinə alüminium gəlir. Bu zaman nə alınır? Ferium alınır, bir də alüminium 2 O3 alınır. Əmsallaşdırıram uşaqlar. Bura 4 atıram, bura 3 atıram, bura 9 düşür, burada 8 düşür. Yazıq ki, uşaqlar, burada ikisini də 4-4 götürüb, uşaqlar, bunu da 4 götürüb, bunu da 4 götürüb və burada 3360 kilojat enerji ayrılır. Və üzr istəyirəm, reaksiyanın istilik effekti 3360-mış, ona görə yazaq, plus 3360, üzr istəyirəm. Elə bildim, burada yazıb, yaşıl oxudum. 3360, uşaqlar, 3-dür, 8-dir. Bu zaman 3360 alınırsa, burada bir x qoyaq. Yadda salır, reaksiya girən maddenin hər ikisinin miqdarı verirsə, artıq qalma söhbəti var. Çox aydın məsələdir. Yəni, bu riyazi olaraq da görür. 8-də 3 lazımdırsa, 4-də 4 kimdir? Artıqdır. Yəni, 4-də lazımdır 2. Yəni, bu 8-də 3 lazımdırsa, daha doğrusu
8, 4'e də lazımdır. Bunu, yəni 8 2 dəfə fazla almayıb. Bunu 2 dəfə fazla. 1,5 lazımdır burada. Ya da yuxarıdan aşağıya böl. Hansı böyük olsa artıq. 4'ü 3-ə böl. 4'ü 8'ə böl. Hansı böyük olsa artıq. Aydın məsələ kəsr. Heç bölməyə ehtiyac yox. Sürətləri eyni ölçəsində mərhəzin kiçik olan böyükdür. Və şu an burada deməli alüminium bu fermi metodu artıq qalır və alüminium tamamilə bitir. Və hesabat tam sərf ona görə aparılır. X də buradan tapırsan 2'ye burada. 2'ye böldü 3360'ı. 1680 eləyəcək 20-ci sualda B variantı. 1680. Devam edək növbəti sualına. 21-ci sualına. Sonra 21-ci sualda yazış adi şəraitdə bərkdir və gümüş gücü reaksiyasına daxil olur. Şolar, gümüş gücü reaksiyasına daxil olursa, ümumiyyətlə, bərkdirsə şolar, qarışqa turşusu mayedir adi şəraitdə. Sözcə, daxil olur olmağına. Çünki qarışqa turşusunda aldehid qrupu var. Formal aldehid daxil olma qat halındadır deyə götürməyəcək. Aldehidlər zaten gümüş gücü aldehidlər üçün xarakterlidir. Fenol ümumiyyətlə daxil olunur, nə olsun bərk haldadır. Natrium formiatdır, bir də natrium asetat qalır. Ola, bunlar ikisi duzlu, ikisi də bərk alır. Yadda salın, qarışqa turşusu və onun duzları, deməli, HCO, natrium, kalium, bunlar gümüş gücü reaksiyasına daxil olur. Ola, bilirsiniz, bu necə yadda saxlayın. HCO, natrium üzərinə gəlinsin, gümüş bir oksin amoniakda məğlul. Həmişə gümüş gücü reaksiyasında 2 dənə gümüş alınır, qabın dibinə, divarlarına yayılır, ya nazik təbəqə kimi güclü efekt, güclü yaradır da. Bu oksini tulla bunun üstünə. Nə alınacaq? Natrium, HC, 2 dənə oksigen vardı, biri də buradan gəlir. Uşaq, turş duz, natrium hidrokarbonat. Cavabımız E var. Uşaq, natrium asetat yox. Qarşı turşlardan, doymuş bir əsaslı karbon turşlardan, qarışqa turşusu, bir də onun duzları gümüş gücüyə daxil olur. 22-ci suala baxaq, uşaqlar, XO4 2 mənfidir, elektron sayı 58-dir. Uşaq, deməli, bu ümumi yükdür. İkisini alıb 58 olubsa, deməli, bunun proton sayı 56-dır. Heç nə. Uşaqlar, bir dənə oksijenin 8 proton varsa, 4'ü vur 8'ə, üstünə gəl, X-də bilmirəm nə qədər proton var, bərabərləm 56. X də bərabər 56-dan 32 çıxıram, 56-dan 32 çıxıram, qalır neçə? 24. Heç nə, uşaq, 24-cü element daha ehtiyatlı ol, 24-cü elementdə nə var idi? Kənara çıxma. Başda düzməyə də 1s2, 2s2p6, 3s2, 3p6, 4s2, 3d4 olmalı. Şu an burada nə var dedi? İstisna, elektron uçurumu var burada. S-dən bir dənəsi özünü atır aşağıya. 24 ilə 29 ehtiyatlı olun, yadca salın bilərsiniz. Sonra 20 litr amonyakın, yaza amonyakın yanmasına NH3 plus O2 yanan zaman azotla su verir, oksidləşən zaman NO ilə su verir. Ehtiyatlı ol, bu yanma deyir. Əmsallaşdıram, burada 2 dənə yazıram. Sonra bura yazıram 3. Sonra oksigen burada 3 dənə, gətir bura 1,5 yazıram. 1,5, 2,3 yazıram. Və salam. Sonra buraya yazıram 20, aşağısına yazıram 2. Çünki 2 var. Burada 2'ni elə bil ki 2 vur 22 onda yazmanın bir önəmi yoxdur da. İndi uşaqlar, mən axı bu amonyakı yandıran oksigenda havanın içərisində zirzibil də var da, başqa şeylər var. Karbon qazı da var, azot da var, başqa şeylər var. Ona görə mən özümə sual verəcəm ki, 20 litr amonyakı yandırması üçün mənə nə qədər oksigen lazımdır, bilmirəm. 2'ye 1,5 lazımdır uşaqlar. Ona görə 2'ye 1,5 lazımdırsa 20'ye nə qədər lazımdır? İlk öncə onu hesablayaq. Deməli, vururam, 1,5'i vururam nəyə? 20'ye, bölürəm nəyə? 2'ye. Sonra mənə lazımdır 15 litr. Oksigen lazımdır. Şu havada 50 litrdir. Ümumiyə nə deyirəm? 50'ye 100% deyirəm. 15'e də bir A deyirəm. A da bərabərdir. 15'i bölürəm 50'ye. Şu 30% eləyəcək 23-cü sualda. 23'də 30%. 30% eləyəcək. Gözəl bir sual. Keçən növbəti suala, uşaqlar, növbəti 24 anlara getdik biz. Bir dəqiqə. 20, neçənci sualdaydı? Hə, biraz əlim dəydi, getdi, sürüşdü. Uşaq, deməli, burada çox rahat bir sualdır. Deməli, bizdə bir amoniakdır, bir də hidrogen sülfitdir, H2S-dir. Buna X deyək, buna Y deyək. Bunun cəmi nə qədərdir, uşaqlar? Cəmi 5'dir, özü verib, mən demirəm. Uşaqlar, atomların sayı. 3, bu da 1, 4. X-i bilmirəm, 1,4'ə vurardı. 2, bu da 1, 3, Y-i bilmirəm, 3Y bərabərlə 18. Heç nə uşaqlar, indi buradan X tapmaq lazımsa Y-i aradan çıxarda. Bunu yuxarıda mənfi 3'ə vuraq, bunu 1'ə vuraq. Sistem təhlil əldə edirəm də 3X. Üstəlik, daha sonra minus 3y bərabərdir mənfi 15, 4x üstəlik 3y bərabərdir 18, tərəf tərəfə topla, x bərabər 3 olacaq 24-cü sualda. Keçək növbəti 25-ci suala görə 25-ci sualda başımıza nə gəlir? Şu an 25-ci sualda deməli kalium oksid üzərinə 360 qram su əlavə olundu. Ümumiyyətlə kalium oksid, kalium 2 onu biz suya tökən zaman kalium OH-a çevrilir. Yəni burada artıq məhlulda kalium 2 yox, kalium OH olur. Və sən burada tənasüb qurmalısan. Kalium 2-onu kalium OH hesablamalısan. Aydın məsələ 94 qram kalium oksid 360 qram 36 qram suya tökdük. Bizim məhlulumuz həll olunan həll edin cəminə bərabər. Yəni bizim məxrəcimiz 400-dür. Həll olan bölü ümumi də.
Amma burada bir dənə qırılma yeri var ki, axı biz kalium 3 onu suya tökəndə kalium 3 yox, kalium OH olur axı. Artıq sən məhlulda kalium OH hesablamalısan. Bunu hesablayaq uşaqlar. Deməli 78 deməli 2-ni 39-a vururuq. Bir dəqiqə hesablayaq onu. 2-ni 39-a vurub üstə 16 gələk. Edir 94. Uşaq heç nə. 94 reaksiya daxilində kalium OH emeri 56-dır. Kalium 39-dur, 16-dır, bu da 1-dir. 112 alınır uşaqlar. Heç nə, 112-ni bölərsən 400-ə. 112-ni bölə 400-ə 112 bölü 400, 30,1 uşaqlar. Testimizin cavabı deməli, alınan məhlulda. Deməli, kalium 2 onu düzmü hesabladaq? Bizə dəqiqə uşaqlar, bizə dəqiqə. Deməli, 94 qram kalium oksid uşaqlar. 94-ün üzərinə 306 gələndə 400 elədi. Hələ 400 elədi. Kalium 2 o da kalium oksiddir. Hə. Kalium oksid bunu emeri bir dənə tapaq hələ. 2-ni vuraq 39-a, üstə gəlinsin. 16. Uşaq 94 edir elə. Həqiqətən 94 qramı biz burada suya tökən zaman kalium OH emerini bir dənə hesablayım uşaqlar. Kalium 39-dur. İnşallah ki, səhv yadında qalmayıb. 16-dır. Bu da 1-dir. Uşaqlar 56 deyir. 56-nı da vururuq nəyə? 2-yə 112. 112-ni bölürük 400-ə. O da 112-ni beşə səhv böldüm mən. 112 bölünsün 400. Hə, 28%. Uşaq səhv bölmüşəm. 28%. O belə. Keçək növbəti suala. Hə, uşaqlar 22-ci, daha doğrusu 26-cı suala baxaq. Bir hansı maddələrin cis trans izomerləri var? Uşaqlar, bunu mən sizin üçün ətraflı izah edim. Şagird tərəfindən çox soruşulan suallardan biridir bu. Cis trans izomerlər uşaq iki qat rabit, əsasən orta məktəb kimyasında alkenlər üçün öyrənilir. Yəni iki qat rabitəsi olan maddələr üçün öyrənilir. Uşaqlar, bu gördüyünüz bu iki qat rabitəni görürsünüz. Bu iki qat rabitənin bu kənarı ilə bu kənarı, lap loru deyirəm sənə, müxtəlif şeylər olmalıdır. Yəni bura x, y, bunlar problem deyil. Belə eyni olsun, çarpaza eyni olsun. Amma bunlar eyni olmasın. Görürsünüz, bunlar eyni olmasın. Baxın, bunlar eyni olmalı. Aslında bunlar ikisi eyni şey olsa, cis trans izomer olmur. İkiqat rabitəsi kənarda olan alkenlər, ikiqat rabitə kənarda olan alkenlər. Məsələn, buten bir, bax bura. Fikir ver, bu ikiqat rabitə kənarlar, görürsən. Artıq bu kənarlar eynidir. Eyni olduğuna görə cis trans izomer əmələ gətirir. Getdi. Bir də buna fikir versən, bəs edin. Fikir ver, buten 2. Uşaqlar, buten 2-yə baxın. İndi ikiqat rabitəni qoyduq ortaya. Bax indi bura. Uşaq fikir verin. Bax, burada bir hidrogen var. Burada bir hidrogen var. Bu da CH3. Bax, bir dənə gözəlliyə. Bax, bir dənə bura uşaqlar. Baxın. Görürsünüz. Bu ikiqat rabitənin bu kənarı da müxtəlifdir. Bu kənarda. Bax, bu ikiqat rabitəni müstəqil bıraq, başa düşərsən. Bu tərəfdə hidrogen CH3, hidrogen CH3. Gördün? Demək, müxtəlifsə cis trans izomer. Əgər hidrogenlər, bu cis vəziyyətdir uşaqlar. Amma birdən CH3-lər çarpazda qalsalar, buna trans izomer deyirlər. Yəni, burada buten 2-ni götürərsən. Uşaq, gəldik penten 2. Penten 2 də eyni qaydan. Uşaq, penten 2-də də ikiqat rabitə buradadır. Bax, bura. Çətin bir şey yoxdur uşaqlar. Çox sadə bir şeydir. Bax. Bax, hidrogeni qoydum bura. Sən nəyə lazım bu tərəfindən boyda şey qalır? Əsas odur ki, müxtəlif olsun. Bax. Görsən müxtəlif. Müxtəlif. Gördün. Bu karbon bir tərəfində nə var? Bu var, bu var. Bunun bir tərəfi hidrogen var, bir tərəfində. Gördün, müxtəlifdir. Deməli, siz transferin əmri gətirir. Bu, deməli, bunu da götürərsən. 1-də uşaq 200 dimetil buten 2 niyə olmur? Devam baxaq. 1, 2, 3, 4. 2-dən 3-dən metil ayrılıb. 2-dən 3-dən metil ayrılıb. Uşaq, buten 2 qat rabitə də buradadır. Uşaq, bu niyə olmur? İnonsa yolunu öyrənəcəm. Niyə olmadı? Özü qorxmuyor. Burada heç nə yox. Mən burada alimlik eləmirəm. Görsən bu 2 qat rabitəni. Bu 2 qat rabitəyə bax. 2 və metillərə indi. Gördün? Bu cis transfer əməliyyat etməmiş. 2 qat rabitənin kənarları eyni 26-da 1-dir. Keçək 27-ci suala görə 27-də nə var? Uşaq 27-ci sualda deyir ki, uyğunluğu müəyyən edin. Uşaqlar, deməli bizə nə verib? Dəmir 2 sülfat verib. Uşaqlar, bunlar bir-bir yazaq. Dəmir 2 sülfat, feri mesoldur. Bu 2, bu da 2. Bunda nə qədər atom var uşaqlar? 1, 2, 6. Deməli, bu 6 edəcək bu bura. Sonra keçək uşaqlar, növbəti B. B-yə baxırıq. Deməli, burada baxırıq ki, kalium hidroortan fosfat. Kalium HPO4. Bu 1-dir. Uşaqlar, HPO4-dən qalmaqda. Valenti 2-dir. Kalium 2 HPO4. 2, 3. 2 üstə 1, 3, 4, 8. Belə baxın, 4, 5, 6, 8. Bu heç birinə getməyəcək deyəsən ümumiyyətlə. Bu ümumiyyətlə heç birinə getməyəcək. Gələn növbəti C variantı kalium nitrat. Kalium NO3 uşaqlar. HNO3-dən qalmaqda 1, 1, 1 üstə 1, 2, bu da 3, 5. Uşaqlar, bu bura gedəcək. Gəldi növbəti uşaq, bunlar da burada yazım elə. Litium nitrit uşaqlar, buna diqqətli ol. Litium nitrit deyir ha. 3, litium 3N. Burada atom sayı 4 dənə, bu bura gedəcək. Kalsiyum sülfat. Kalsiyum SO4. Bu 2, bu da 2. Uşaqlar, 1 üstə 1, 2, bu da 4, 6. Bu bura gedəcək. Uşaqlar, deməli, 1-ə getdi C, 2-yə getdi D, 3-ə getdi aynəni. Salam. Gəldim nəhayət sonuncu ətraflılara baxaq. Görək ətraflıda nə var. Deməli, burada nə yazır? Bunu götürək elə bir bunlar hamısını qrafda sözünü izah edeyim. Qalmasın hamısı. Bunları da danışaq qəşəng.
Deməli, aşağıda maqnezium nitrat. Deməli, maqnezium 2 variantdır. Bu da 1-dir. Maqnezium NO3 2 dəfə. Üzərinə gəlinsin kalium ortofosfat. Kalium 3 piyoldur. Uşaqlar 2 duzdur. 2 duzun reaksiya şərti odur ki, birincisi hər iki suda əlavə olmalı. İkincisi alınan heç olmasa biri çöksün. Maqnezium PO4 ilə birləşir uşaqlar. Maqnezium PO4 2, 3 olur. Maqnezium PO4 2 dəfə çöküntü. Üzərinə gəlinsin uşaqlar. Kalium da NO3 ilə birləşir. Burada 1, 1. Uşaqlar bu bizim tənliyimizdir, hazırdır. Nə soruşdu bizdən? Gedən reaksiyanın molekulyar tənliyi yazdı. Sonra bunu nə edirik? Bunu indi əmsallaşdıraq uşaqlar. Burada maqnezium 3-dür, gətirib buraya 3 yazıram. NO3 burada 6 dənədir. Burada PO4 2 dənə gətirib buraya 2 yazıram. Kalium 6 dənə gətirib buraya 6 yazıram. Və salam bu cavab bizim molekulyar tənlikdir. Sonra çöküntü qaz, sudan başqa hər şey onlara ayrısıdır. Burada neçə dənə maqnezium var uşaqlar? 3 dənə maqnezium var. Üstə gəlinsin. 6 dənə NO3 var uşaqlar. 6 NO3. Bizə 3 bölü 2 6. Üstə gəl. Kalium 3 PO4. 3 dənə kalium, 1 dənə PO4. 2-yə vur. 6 dənə kalium, 2 dənə PO4. Sonra keçək sağ tərəfə. Maqnezium 3 PO4 2-ni iyonlara ayırmayasın. Çöküntü qaz su ayrılımı iyon mübadilə reaksiyasına verir. Kalium iyonlarına kalium müsbət NO3 mənfi. 6 dənə kalium, 6 dənə də NO3. İnşallah bu birinci testimizin cavabı getdi. Keçək növbəti 29-cu suala. Görə 29 dənə. İnşallah deyir ki, bu reaksiyanı əmsallaşdırın. Deməli 0, İnşallah müsbət 1, mənfi 2, müsbət 5-dir, müsbət 1, mənfi 2, müsbət 5-dir, mənfi 2, müsbət 4, müsbət 1, mənfi 2. Fosfor 0-dan nəyə gəlir? Müsbət 5-ə gəlir, 5 elektron verir. Azot müsbət 5-dən, azot müsbət 4-ə gəlib 1 elektron alır uşaqlar. 5, 1, yerin dəyiş, 1, 5 uşaqlar. Deməli gətirirsən, neynisən? Tərsini yazmış olar. Hə, 5-i bunun qabağına yazsan, 1-i bunun qabağına yazsan, 5 dənə azot burada, 5-i buraya yazırsan, indi olar. 5 hidrogen, burada fosfor, demək olar, burada baxıram ki, görək nə qədər, burada heç səhvli olmadı ki, bizə dəqiqə səhvli olmadı ki, burada 5 dənə NO2 buradadır, hə də, bir dənə qaldı, heç nə uşaq düzdür də, 5 dənə, 3 hidrogen burada, heç nə düpbədi uşaq, yazdıq, əmsallaşdırdıq, oksidləşdirdi uşaq, azalandı, o da ki, HNO3-dür, demək uşaq, yazdıq, əmsallaşdırdıq, ikinci də uşaq cavab olacaq 5. HNO3 də azalan oksidləşdiricidir, artan da reduksiya edicidir və ən nəhayət sonuncu suala gələk, 30-cu sual, bunu da götürək, bunu yekunlaşdırırıq. 30-cu sualda bizə doymuş bir əsasda karbon doymuş bir atomlu spirtdən alınan mürəkkəb və molekul, oksigen atomlar, bütün atomlar. İstənilən var, bir elə belə bir ixtiyarı yazır amma bu bizim turşumuzdur, ixtiyarı yazır amma turşu spirt, buradan OH çıxır, buradan H çıxır. Bu zaman nə alınır uşaqlar? CH3, COO, CH3, bir daha efirləşmə reaksiyasıdır. İstənilən mürəkkəb efirdə siz fikir lap belə formulunu yazsan, CNH2 O2 dəfə. İstənilən mürəkkəb efirdə uşaqlar oksigen atomu 2 dənədir. Və burada deyir ki, ümumi atomların 10%. Əgər 2 10%-də, ümumi atomların 100% desək, buna da bir x deyək. Burada bu 10 dəfə düşür. Ümumi atomların sayı da 20 dəfə. 20. Demək bizim bu mürəkkəb efirimizdə cəmi 20 atom var. Ona görə nətər edirəm? N üstə gəlir 2N, 4N üstə gəlinsin, 2 bərabərdir 20, 4N bərabər. Desin səhv hesabladım. Bir oksigen atom var, bütün atomların 10%-dir. 2-yə 10 deyirəm. Obşu bizdə deməli N dənə şey var, karbon var, 2N, 3N, üzr istəyirəm, 3N. Sonra deməli burada 3N bərabərdir 18, N də bərabərdir. Sonra bizim mürəkkəb efirimiz C6H12O2. O belə bir mürəkkəb efirdir. İndi nə istəyirdi məndən? Heç bilmirəm nə istəyir məndən, elə bayaqdan da baxıram. Sonra indi bizdən soruşur ki, efiri əmələ gətirən spirtin oksidləşmə məhsulu asetondursa. Sonra asetondursa, deməli bu asetonu kim əmələ gətirir? Aseton, bizdə aseton budur, ketondur da. Bunu əmələ gətirən şeydir, izopropil spirtdir. İzopropil spirt, ikili spirt daxil. Oksidləşəndə bizə keton verir. Yəni, spirt hissəsi budur, spirt hissəsi budur, spirt hissəsi budur. Turşu hissəsində cəmi 6 karbon yoxdur. 3 dənəsi buradadırsa, 3 dənəsi də turşu tərəfdir. Və salam karbon. Heç nə, deməli bizim turşumuz budur. Bizim turşumuz budur. 3 dənə karbon buradadır. Heç nə yoxdur burada. Bir də spirtimiz kimdir uşaqlar? İzopropil spirtidir. Və salam, buradan OH, buradan H çıxdı. Qalanlarını birləşdir bir-birinə. Sağ ol, salamat. Və salam uşaqlar. Belə. Oksigen çox yardım. Bitki qutarı getdi uşaqlar. Budur. Belə. Cavabımız da uşaqlar. Bu 2-nin cavabıdır. Biri də yazdım yuxarıda. Belə uşaqlar. Bitdi mövzumuz. Testimiz bitdi. Sağ olun, salamat qalın. Növbəti video izahları görüşmək ümidi ilə özünüzə yaxşı baxın.